Zindanlar qat-qat yenə bizdən də oldu. Demək, o üçün şiyandan bizə demokratizasyon ola da, olmaya da rıza çıxmayacaqdır. 2 yıl bundan öncə İranda prezident seçkiləri var idi. Bilirsiniz, Ruhani, Cənab-ı Ruhani də prezident seçildi. Bir islah tələb düşüncəsi ilə nə demək? Mən islahatçıyam, gəlirəm, İranı düzəldəcəyəm, təbii İran düzələ, sizin də haqqınız veriləcək. 2 yıl bundan öncə dedik ki, bu yalandır. Bir nəfərin, bir dövlətin, bir hükümətin yalanına bir dəfə, 2 dəfə, 5 dəfə, 10 il, 35 il yalanmarıq. Dedik və suslandıq. Gətirirəm, bura çatdıram ki, Pir Şəhərin özü, Yürüş Meqəlibəyi də son yazısında da işarə elədiyi kimi, seçkilərlə hərini başlandı 21 Azərdə. Seçkilərlə seçildi, getdi və etibarnaməsi dərk olundu Tehranda və başlandı o qiyam. Artıq 2 aydan sonra bizim seçkilərimiz var, parlament seçkilərimiz var Güney Azərbaycan və İran dediyimizdə. Və yenə də 2 bundan öncə o yoldaşlar ki, inanırdılar, biz gedib sandıq başına rəy verəcəyik, yenə də aktiv olurlar. Yenə də deyirlər ki, biz gələk yenə də səs verək, İranda demokratik bir güclər ortaya çıxacaqlar və bizim haqqımızı verəcəklər. 2 ildə amma nə oldu? Oldu mu? Ruhani seçildi, 3 dənə söz dedi. Birincisi, çıxacağım Urmu gölü üzü dirildəcəyəm. Bilirsiniz, Güney Azərbaycanda Urmu gölü. Artıq bu il, keçən ilə görə 24 santimetrlə daha da azalır su. Dedi, çıxacağım, ana dilində sizə eğitim haqqı verəcəyəm. Ən azından bir Fərhəngistan deyilir. Orada siz Türk eğitimi alacaqsınız. Türk eğitimi verməli heç bizim dilimizi dedi Azər. 2 ay bundan, 1 ay bundan qabaqda müşaviri bizi çox pis sözlərlə təhqir etdi. Artıq televiziyasında. Üçüncüsü dedi ki, sizin daha dostluqlarda görməyəcəksiniz, bir aktivistiniz olsun, ana dilində, Urmu gölü üçün çalışanlar bizə əzizdirlər. Yürüş Mehrəlbəyli, Lətif Həsənli, onlardan belə 30 yaşa belə çatmayan Hüseyn Əli Məhəmmədi 13 il həbsin keçirir. Zindanlar qat-qat yenə bizdən də oldu. Demək, o üçün şiyandan bizə demokratizasyon ola da, olmaya da rıza çıxmayacaq.